Ev heyvanlarına maraq get-gedə artır. Bu da özlüyündə baytarlara olan tələbatı artırır. Paytaxtda kifayət qədər baytar olsa da, bölgələrdə bu çatışmazlıq hələ də öz aktuallığını qoruyur. Vəziyyəti daha dəqiq öyrənmək üçün Gəncədəki baytarlardan biri Vladislav Nisanovla həmsöhbət olduq. Müsahibimiz heyvanlara olan münasibətin dəyişdiyini deyir. İndi heyvanlara qayğı çox göstərirlər. Nə qədər də, məsəl üçün, mən sizə deyərdim, Bakıdan da artıq, Gəncədə artıq baş verir, yaxşı hallarda. Yəni, heyvanlara biz də buna dəstək oluruz. Məsəl üçün, qabaq çöldə heyvan görürdülər, deyirdilər ki, hara aparım? Amma indi artıq yer var. Qabaq görürdülər, deyir, yer var, aparım, ödəniş nə, və pulum yoxdur. Biz də bunu tətbiq elədik ki, çöl heyvanlara mümkün qədər ödənişsiz olsun. Əlbəttə ki, hansısa bir bahalı, çətin əməliyyat olsa, demək olar ki, hamısı öz hesabımıza edirik, çöl heyvanları. Bölgədəki baytarların pasiyentləri də paytaxtdakından fərqlənir. Bizdə Gəncə Basar zonası olaraq, Bakıdan fərqli olaraq, bizim xəstəmizin böyük faizi də yekə itlər, çoban itləri olur, yəni Qafqaz ovçarkalar, Avropa ovçarkaları. Müsahibimiz deyir ki, bölgələrdə baytar var, amma Keyfiyyətli kifayət qədər deyil. Çox təəssüf ki, keyfiyyətli həkim azdır. savadlı baytar azlığı da Gəncəyə yaxın bölgələrdən, hətta Bakıdan insanların bura gəlməsinə səbəb olur. Bizə Bakıdan belə yeri gələndə gəlirlər, Bakıdan da gəlirlər. Çünki Bakıda çox bahaçılıqdır. Həkimləri də qınamaq olmur. Bakıda yəni arenda pulu çox böyükdür. Orada qiymətlər başqadır. Burada biraz münasibdir, yer öz yerimizdir. Ağstafadan gəlirlər, Ağdaşdan gəlirlər, Goranboydan gəlirlər, Yevlaxdan gəlirlər, Mingəçevirdən gəlirlər. Sual yaranır. Baytarlığa marağı necə artırmaq olar ki, bu çatışmazlıq aradan götürülsün? Sözsüz bununla bağlı ediləcəyi bir şey yoxdur. Yəqin ki, insanları müalicə etmək heyvanları müalicə etməkdən daha maraqlıdır. Tək əlimizdən gələn mümkün qədər ev heyvanlarının qayğısına qalıb, baytara olan tələbatımızı minimuma endirməkdir.